Sabahınız xeyir olsun. Sabahınız Hoş xeyir eşitdik sizi. olsun. Sabahınız xeyir. Necəsiniz? Sabahınız xeyir. Sağ olasınız. Bakıda olanda həmişə yaxşıdır da mənə. Yaxşı Nə olun. gözəl. Bizə Bilirik ki, həyatdır. siz sevirsiniz vətənimizi, əlbəttə ki. Bəli, Və elə Reza müəllim istəyərdik elə müsabiqə haqqında məlumatları sizdən eşidək. Uşaqların marağı necə idi? Bu barədə elə məlumatları sizdən eşitməyə əlbəttə ki, bizim üçün çox xoşdur. Sağ olasınız. Bilirsiniz, bir fotoqraf kimi mən indi neçə il, 50 ildən çoxdur ki, dünyada bilirəm ki, foto nə qədər insanlara əsər qoyur və nə qədər indi olubdur dünyanın ən möhtəşəm demək olar incəsənəti ki, hamı uşaqdan böyüyə, hamı indi hər gün foto ilə əlaqə saxlayırlar, foto ilə öyrənirlər, foto ilə bir-birlərinə söz yollayırlar və bunu mən keçirtmişəm indi illərlənədir bir növ təhsil mövzusuna, yəni bir öyrənmə aləti olubdur. Müsabiqələr qoyuram mən dünyada, UNESCO ilə neçə ildir İpək yolu haqqında müsabiqə qoyuruq uşaqlara və bir də dünya uşaqlarına təbiəti sevməyə görə. Çünki ekologiya, təbiəti qoruyana gələ insanlar, uşaqlar təbiəti sevsinlər. Siz bir zadı sevməsəz, onu qorumayacaqsınız. Bəli. Və bu mövzu ki, biz Leyla xanım Əliyevənin təşəbbüsü ilə başlamışıq, fotobax.az. Bu hədəf budur ki, Azərbaycan uşaqlarını fəqət bu yazda biz ki, hamı gedəcəklər, baxacaqlar təbiətə, foto da çəksinlər. Foto çəkəndə və öz eşqlərini, təbiəti sevməklərini göstərsinlər və bunu biz Təhsil Nazirinə də, onlarla da vermişik ki, bütün məktəblərə yaymışdılar, uşaqlar hamı bilirlər. Bu məktəblərdə çox müəllimlər bu mövzunu geçirdirlər. Hədəf budur ki, foto ilə biz uşaqları bir təhsil kimi dünya öyrənməyə çöndürək. Fotonu bir öğrenci alətinə çöndürək və ta 21 sentyabr kimində bunların vaxtı vardı. Azərbaycanın gözəlliyini, təbiətini, güllərini, buludlarını, çaydı, hər nə görürlər ki, xoşdur bunlara çəksinlər və bu müsabiqəyə versinlər. Çox önəmli də bunlara biz mükafat verəcəyik, görüş verəcəyik, sərgi olacaqdır, kitabları olacaqdır bundan və sərgiləri də sonra bütün məktəblərdə bizim ümid vardı ki, bu sərgini göndərək. İndi bu başlayıbdır. Ümidim odur ki, nə qədər uşaqlar çox olsa, hər kəsin evlə uşaqları vardı. 18-dən yaşağı olacaqdır. Özü də fərq eləməz. Foto aparatınandır, ya telefondur, mobayla heç fərq eləməz. Çünki bunlar foto bizə lazımdır. Bəli. Təşəkkürümüzü bildiririk sizə.